Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Kazım Sübhan tamaşaçılara və sənətçilərə xəbərdarlıq edir. Xəbər verilir ki, o Instagram səhifəsində paylaşım edərək bu sözləri yazır. Əziz tamaşaçılar, dəyərli insanlar, bəzi televiziya verilişlərində və ucuz reytinqə oynayan şoularda baş verən dırnaqarası qalmaqallara fikir verməyin. Onlar əvvəlcədən aparıcı və müğənni arasında, veriliş komandası ilə müğənnilər arasında razılaşdırılmış, sadəcə mətbuata düşmək və gündəm yaratmaq üçün qurulan oyunlardır. Bəzi müğənnilərə də səslənirəm. Özünüzə yazığınız gəlsin. Bəzi aparıcıların və verilişlərin qurbanı olmayın. İcazə verməyin ki, sizdən istifadə etsinlər. Bəlkə də indi sizə lazım kimi görünə bilər. Amma zaman gələcək, bu ucuz reklamlara və şovlara görə peşman olacaqsınız. Qoymayın sizdən belə istifadə etsinlər.